If I had to live my life without you near me, the days would all be empty. Herkese salam, kanalıma və videoma xoş gəlmisiniz. Sabah mən nənəmgilə gedirəm. Ailəm rayona gedir. Biz də Timurla birlikdə nənəmgilə gedəcəyik. Hazır getmişkən sizə də vlog çəkim dedim. Orada hardasa 5 günə yaxın qalacağıq və 5 gündə yanımıza hansı əşyaları alacağıq, gəlin göstərim. Sizə daha yaxşı göstərmək adına hamısını bura yığdım. İndi ən başdan başlayaq. Deməli, yola nə geyindirəcəm, onları əvvəlcə sizə göstərmək istəyirəm. Deməli, bu şəkildə bir kalqotka. Bu arada avtobusla gedəcəyik və soyuq olacağını düşünürəm. Ona görə bu şəkildə bir kalqotka. Timur da hazır xəstədir. Ondan sonra bu şəkildə uzun qol amma çox nazik bir kofta. Normalde altdan body geyindirdim. Bu səfər kofta geyindirmək istəyirəm. Kofta, kalqotka. Üstünə bu şəkildə bir kofta. Bunu bu arada sonra bu içi qalın olan keçən il səhv etmirəmsə, keçən il Carters'dan almış olduğum bu şalvarı geyindirəcəm. Baxın içinin necə də qalın olduğuna. Daha sonra bu şəkildə bir corab, yenə bunun içi də gördüyünüz kimi qalındır. Olmazsa olmazımız ayaqqabılar. Daha sonra bu şəkildə bir papaq və təbii ki də olmazsa olmazım olan kurtkamız. Bunu da üstdən geyindirəcəm daha sonra. Daha sonra sizə qidaları göstərim. Bu şəkildə bir püre var. Bunu anam işdən gələndə Timur üçün aldı. Mən də dedim hazır almışkən bunu yolda bir də oradan marketə getməyəcəm. Yəni çox yaxşı oldu almış olmağı ki bir də marketə getməyəcəm buna görə. Bu arada 4 pilosdur gördüyünüz kimi və almalıdır. Timur çox sevir bunu. Yəni dadını çox sevir. Daha sonra bu şəkildə 40 ml butulka. Bunun içinə su qoyacağım sabah evdən çıxanda. Daha sonra plastik bir panda qabı. Bunun içinə siməsimizi qoyacağım. Ondan sonra burada darağımız var. Olmazsa olmazımız Pampers. İçsel bodyk. Evdə bunu geyindirəcəm. Bu şəkildə bir tulum. Evdə geyinmək üçün və yanına da body. Ondan sonra soska olaraq bunu taxacağım üstünə. Bu şəkildə mavi. Bir dənə götürəcəm çünki itməyini istəmirəm. 2 dənə olanda həmişə itir biri. Və oradan da yəqin ki yenə marketə falan gedəcəyik, nənəmlə gəzəcəyik. Yenə soska alaram Timur üçün sarı rənglisindən. Daha sonra Pampers. Ondan sonra bir ədəd klyonka. Bunu yolda da ehtiyacım ola bilər altını açmaq üçün ki inanmıram, amma yenə də götürəcəm bunu özümlə. Daha sonra bunu göstərdim. Olsa bodyk, tulum. Bu şəkildə 2 ədəd oyuncaq, biri çıngıraq. Bir dənə də ördək. Bunu yolda yəqin ki əlinə verəcəm başı qarşısın deyə ya da bunu da verə bilərəm səsli olduğu üçün. Bu şəkildə uzun qollu bir bodyk və bu şəkildə ayaqları bağlı amma üstdən bağlanan bir tulum. Bunları da yenə pijama olaraq yanımızda götürəcəyik. Daha sonra Timur'un burada siməsi var. Nan Opti Pro. Bunda içi yenə doludur siməsinə. Bundan bu qaba tökəcəm. Əşyalarımız bu qədər idi. İndi öz əşyalarımı da hazırlayayım. Ondan sonra hamısını birlikdə sığa biləcək bir çanta seçim. Çantaya qoyum və yola birlikdə çıxaq. Siməsimi də götürdüm. Bu arada yetməsə oradan da ala bilərəm ki məncə 3-5 günə yetər bu qədəri. Amma yəni dediyim kimi yetməsə yoldan ala bilərəm. Bu arada bunu artıq bitirdik biz. Bu digəri idi, pre olan idi. Bunun içində də yenə azca qalıb baxın. Evdən çıxanda bunu Timur'a yedirdəcəm. Yəni sizinlə birlikdə bundan yemək hazırlayacaq Timur'a. Onsa bu elə 40 ml bir qaşıq olar. Hətta baxın bir qaşıq falan 2 qaşıq. Yəni 60 ml var. Yolda çıxanda bundan Timur'a yedirdəcəm təbii ki də evdən çıxmadan əvvəl. İndi gedək
Timuru gözəlcə bir duş aldıraq, ondan sonra əynini falan geyindirək. Bunları da yenə sizə göstərmədim çünki zaten bununla birlikdə görəcəksiniz. Timura yemək verəcəm. 60 milli yemək, 60 bəlkə də daha çox eləyərəm, yəni bilmirəm. Yemək verəcəm, yəni siz nə qədər çatsa. Daha sonra bir ədəd də döşlük gətirdim. Əşyalarımız bu qədər. İndi keçək Timuru birlikdə çimdirməyə. Əvvəlcə çimdirib eləyəcəm. Zaten hal-hazırda axşamda biz yola səhər çıxacağıq. Yəni bu vloqa səhər davam eləyəcəm. Gedim nağda Timuru çimdirim. Ondan sonra əyninə pijamalarını geyindirim və o yatsın ki, sabaha daha enerjili dursun və səhər birlikdə yola çıxaq. Timur da buradadır. Səhər yol üçün həyəcanlıdır. Yatırdacam ki, yolda kapris çox olmasın. Gedirəm indi çimdirməyə. Siz də bizimlə birlikdə gəlirsiniz. Bu arada Timur artıq yatdı, ona görə elə vlogu burada da saxlayıram. Yemək gətirəcəkdim və gəldim ki, yatıbdı bu şəkildə. Elə üstünü örtdüm, vlogu burada saxlayıram. Sabah vlogumuza davam edərik. Herkese yeni gündən salam. Bugün axır ki nənəmgilə gedirik. Getmişkən kameranı da açım, vlogu çəkim dedim. Elə isə indi gedəcəm Timura yeməyini hazırlayacağam. Onu gözəlcə yedirdəcək. 60 milli, yəni ya da daha çox dolduraram ki, yesin, doysun, ki yolda acımasın və narahatçılığı olmasın. Ondan sonra da əynini birlikdə geyindirək. Havanın dünənki hava ilə heç əlaqəsi yoxdur. Soyuq, amma eyni zamanda günəşli bir gündür. İndi Timuru qoydum özü yesin yeməyini. O sırada siz də mənimlə birlikdə hazırlaşın. Bu arada artıq videolarımı bu şəkildə öz günümü də az da olsa əlavə etmək istəyirəm. Bu isə Timurun vitaminində həkimimiz yazıb üstündəki etiketə çıxartdım reklam olmasın deyə. Bu şəkildə bir vitamin kompleksi yazıb bunu veririm. Hər gün suyuna 5 damcı damızdırırıq. Hər səhər yəni. Mən də 5 damcı damızladım. İndi əlimizi geyinəcəyik, hazırlaşacağıq. Timuru hazırlayacağım və birlikdə yola çıxacağıq. Həm soyuqdur, həm də günəşli bir gündür. Ona görə də geyimlərimi seçim və istifadə edəcəyim bax məhsullarını gətirdim. Timur üçün bu kremi götürdüm. Bunu Timur'a istifadə edəcəyim. Daha sonra duxu və bu şəkildə bir body losyonum var. Burada makyaj eləmirəm. Bunu istifadə edəcəyim. Çox sevirəm bunu. Rəngi çox aydındır. Prosto kamerada düşmür. Və daraq. Orada tripodumun işığı yanmır dediyim kimi. Eğer sizdə də belədirsə, neynədir? Yorumlara yazın. Bunu işlədəcəm. Neysə, mən hazırlanım. Əlimdə geyinim, gəlirim. Baxın burada kim var? Yeməğini yeyib qurtarmışıq. O əlini də qoyub yeməyin üstünə. Dibində biraz qalıbdı. Olsun, yəni onu da içə bilməyibdi. Görüm içirsə. Yox, içmir. Neysə, dibində bir damcı qalıb. Olsun, heç nə olmaz. Aferin, deməli həmişə belə vermək lazımıymış ki, özü rahat-rahat yesin. Gördüyünüz kimi necə də rahat yeyir. İndi qucağıma alım, qazını çıxardım. İndi isə burada geyinəcəklərimi görürsünüz. Bu şəkildə bir cins şalvar, üstünə uzun qollu, papaqlı bir hoodie və daha sonra bu body lotion istifadə edəcəm. Görürsünüz body lotion. Və bu şəkildə bir qol altı istifadə edəcəm. İndi bunları geyinim, hazırlaşım, gəlirəm. Biz artıq hazırıq. Sizə outfit show eləmək istəyərdim, amma evimizdə hep ki boy aynası yoxdur. Olsaydı onunla 100% sizə outfit show eləyəcəkdim. Timur çox şirin oldu, ancaq Timurun outfit show'unu eləyə bilirəm. Orada Instagram'a indi bir dənə story atacağım. Ondan sonra evdən artıq çıxacağıq, avtobusa doğru gedəcəyik.
Timur'a da təbii ki üstdən bunu kurtkasını geyindirəcəm. Hələ ki geyindirməmişəm çünki evdəyik. Artıq biz hazırıq. Mən mavi kurtkamı geyindim. Timur'a da mavi kurtkasını geyindirdim. Bu arada Instagram ve TikTok'a outfit show videomu attım. İndi evdən çıxırıq və dediyim kimi bu ay nə tapsam sizə kombinimi göstərəcəm. Elə isə maşında görüşərik. Ridiculous. I'm sorry. Oh, that's all right. I see. Well, Kızlar az önce avtobus geldi ama biz maşınla neydik çatıramadık. Şimdi avtobus gözlüyoruz bundan birlikte. Ne kadar bu arada diye. Hoş. Hoş. Neden soğukta bunu böyle değilse? Elde götürmedim bak yazdım. Avtobus gözlüyor şu an. Gel değiştirelim. Değişir Timur'un aynen. Çıkart kurtkasını. Yemeği verirsen Biraz şey. götür. Götür kuzuna. Geçeydi. Geçekti. Hey. Niye? Yemeği zamanı. Ben yeyindireceğim. Sen seç hansını istəsən bunu yoksa bak maşınını var. Bunu. Yoksa toyuq yeyindirək. Toyuk. Bunu get toyuq yeyindirək. Çıxardıq. Kömək elə ayaqqabılarını çıxartsan. Ayaqqabılarını. Basit bir şey. Corablarını, şalvarını çıxart qəşəng. Mən də koftasını çıxardım. Dartmadı elə ağlayaraq. Çıxart. Corablarını çıxart. Yemeğini danışıyorlar. Bunu suya koyacağıq. Şöyle at. Bak açıldı. Şuna sen oluyor ya. Tut hele. Tut gazı sıksın. Git gezdir. Biraz seçin. Hı. Koru. Atma yaklaşıyor. Sen boyamış mısın? Buradan geri şöyle bak. İlaç yalnız mı? Bebeğinle mi oynuyorsunuz?